Salam, vaxtınız xeyir olsun. Bugün mən tərcüməsi eyni olub, işlənmə yerləri fərqli olan növbəti iki sözümüzün izahını deyəcəm. Çünki bu həm danışıqda, həm də parafraz dəyişiklikdə bizə mütləq lazımdır bilməyimiz. Deməli, effective yoxsa effective. Gördüyünüz kimi ilk sözümüz E hərfi ilə başlayır, oxunuşu effective. İkinci sözümüz I hərfi ilə başlayır, oxunuşu da elə effective səslənir. Deməli belə, effective təsirli, emosional mənada təsirli. Sinonimlərdə emotional, touching ola bilər. Gəlin nümunəyə baxaq. His life story was so effective, that's why he made everyone cry. Onun həyat hekayəsi elə təsirli idi ki, ona görə də o hər kəsi ağlatdı. Burada gördüyümüz kimi emosional təsirdən danışırıq. Keçək effective sözünə. Effective sözü də təsirli deməkdir, amma effektiv, necə ki Azərbaycan dilində effektiv oldu, effektli deyirik bu şəkildə. Yəni faydalı, uğurlu kimi deyə bilərik biz bunu tərcümə olaraq. Sinonimləri də useful, successful ola bilər. Gəlin nümunəyə baxaq. The medicine was very effective. It helped me a lot. Dərman çox təsirli oldu. O mənə çox kömək etdi. Və yaxud da ki, the operation was very effective. Əməliyyat çox uğurlu oldu. Bu şəkildə. Bu qədər.